Necəsiz? Adın nədir? Salih, Sənin? Ali, Lehan, Tuğay, Ara, Sara, sənin? Ülker, İlham, Jasmin, Deniz, Zehra, Sən? Minoş, Aylin, Sən? Melis. Melis. İndi keçim arxadakılar da soruşun. Tanış olaq, görək adınız nədir? Uğur, Uğur. Nə gözəl adın var. Musa, Safiye, Məktəbinizin adı nədir? Qarabağ Məktəbi. Qarabağ məktəbi. Qarabağ haradır bilirsiniz? Bir futbol takımı var Qarabağın, bir də Azərbaycan şəhəridir, Azərbaycanın bölgəsidir. bölgəsi. Həm də bir futbol klubu var. Baxırsan oyunlarına. Hə, uşa baxmışam. Necə oynayırlar? Yaxşı, arada da zəif arada. Qarabağ futbol klubunun məşqçisi kimdir? Ən məşhur adam kimdir? Qurban. Qurban Qurbanov. Neçə ildir bu məktəbə gəlirsən? Çoxdandan Çoxdan gəlirsən. Nə öyrənirsən burada? bizim dilimizi. Evdə hansı dildə danışırsınız? Qardaşımla fransız dili, amma mamamla bacım Azərbaycan dili. Neçə ildir bu məktəbə gəlirsən Uğur? Çoxdan. Müəllimlərindən kim xoşuna gəlir? Hansı müəllim sənə daha çox doğmadır? Onun dərsləri sənin çox xoşuna gəlir? Aynur müəllimə. Mən Hacıyeva Aynurə Azərbaycan Qarabağ məktəbində Azərbaycan dili müəlliməsi kimi çalışıram. Neçə ildir buradasınız? 2019-u aprel ayının 20-sindən, demək olar ki, açılan gündən mən buradayam. Mənim bir rəfiqəm var idi. O mənə məlumat verdi ki, bəs Aynur, burada Azərbaycan Qarabağ məktəbi açılacaq. Uşaqlarımıza, burada böyüyən uşaqlarımıza, doğulub böyüyən uşaqlarımıza Azərbaycan dilini, tarixini unutdurmamaq üçün, mədəniyyətimizi davam elətdirmək üçün belə bir proje verilib. Yəni məktəb açılacaq. İstəyərsən orada işləmə. Mən dedim ki, böyük məmnuniyyətlə. Mən zaten vətənimi sevən bir insan olaraq peşəmi də çox sevirəm. Uşaqlarla işləməyimi də çox sevirəm. Razılaşdım və həmin gündən də burada, yəni 20 aprel 2019-cu ildən buradayam. Burada gördüyünüz hər bir uşaq Fransa doğumlusudur, amma Azərbaycan vətəndaşlarıdırlar. Bunlar ilk məktəbə, ilk addımı Fransa məktəbində qoyublar. Bildiyiniz kimi həftənin bütün günləri səhər saat 8-dən axşam saat 4-ə qədər fransız məktəbində təhsil alırlar. Bu məktəb bir tərəfdən yaxşı oldu ki, uşaqlarımız öz dilini unutmadı. Yəni tarixini unudan millətin sonu yoxdur. Bu bizim üçün bir şans oldu ki, biz uşaqlarımıza tariximizi, dilimizi, mədəniyyətimizi yazıb oxumağı, yəni burada təbliğ elədik. Məktəbin adı xoşuna gəlir, Qarabağ. Hə. Adın nədir? Əsmət. Əsmət. Neçə yaşın var? 8. 8 yaşın var. Məktəbə nə vaxtdan gəlirsən? Bilmirəm. Çoxdan gəlirsən, təzə gəlirsən? Çoxda. Çoxdan gəlirsən. Nə öyrənmisən burada? Bilmirəm. Yuxudan tezdən durub məktəbə gəlmək çətin olmur? Çətin olmur. Olmur. Özün könüllü gəlirsən, yoxsa valideynlər deyir ki, mütləq getməlisən bu məktəbə? Mütləq. 8 yaşın varsa sən fransız məktəbinə də gedirsən. Elədimi? Ora yaxşıdır, bura yaxşıdır. Burada. Dostun var heç? Rəfiqən var? Burada? Burada. Yox. Hələ yoxdur dostun. Amma burada. Adı nədir dostunun? Sümüş. Dərs oxuyursan burada? Hə? Nə oxuyursan? Bilmirsən? Bəs bilmirsən niyə belə gözəlsən? Bilmirsən? Amma onu bilirsən, görürsən. Gözəl olduğunu bilirsən, amma niyəsini bilmirsən. Azərbaycana getmisən heç? Hə, bir dəfə. Bir dəfə gedəndə hansı şəhərə getdin? Kimin evinə getdiniz? Hara getdiniz? Nə baba girəm. Nənə baba var orada. Nənə baba çox istəyir səni. Hə, Sən də çox istəyirsən onları. hə, Azərbaycan xoşuna gəldi. hə. Nant yaxşıdır yoxsa Bakı? Bakı. Sən getmisən Azərbaycana? Hə, Neçə dəfə getmisən? bir dəfə. Bir dəfə getmisən. Yox, 5 dəfə. 5 dəfə. Nə fikirləşirsən? Sən Azərbaycanlısan yoxsa Fransalı? Fransalı. Sənin belə dostların var, sən onlara Azərbaycan haqqında danışırsan. Yox. Orta məktəbdə dostların var. Hə,
Onlar bilir Azərbaycan haradır. Hə. Nə vaxtdan gəlirsən bu məktəbə? Çoxdan. Təxminən neçə ildir gəlirsən? Neçə yaşın var? Neçədə oxuyursan? 10. Fransız dostlarım var. Hə. Adı nədir məsələn birinin? Riyem. Bəs o bilirsən haralısan? Sənin atan, anan haralıdır? Yox. Ona heç vaxt demirsən ki, sən Azərbaycanlısan. Hə deyirəm, amma demirəm də. Hani anam, atam. Atan anan Azərbaycanlıdır. Sən burada doğulmusan, amma atan anan Azərbaycanlıdır. O heç soruşur ki, Azərbaycan haradır? Yox. Sən ona paxlava aparmısan, heç demisən bizim belə bir Bir dəfə. xoşuna gəlib. Hə. Azərbaycanın hansı yeməklərini sevirsən? Məsələn, anandan elə yemək varmı ki, onu istəyəsən ki, bax bunu bişir, bunu yemək istəyirəm. Hə, dolma. Beydullayeva Dinarə 6 ildir Fransada yaşayır. Mən Azərbaycanda yaşayanda mənim yoldaşım bizim bu məktəbin haqqında məlumat vermişdi. Biz bura gələndə yəni məktəb haqqında məlumatlarımız var idi. Qızımın 14 yaşı var, böyük qızımın, balaca qızımın 7 yaşı var. Böyük qızım 2021-ci ildən Fransadadır, 2021-ci ildən bu məktəbə gəlir. Həm uşaqlar aktivitelər eləyirlər, onlar üçün əyləncəli olur, müəllimələr sağ olsunlar, çox gözəl əyləncə verirlər uşaqlara. Yəni tək məktəbdə olmur, əlavə çıxırlar, çöldə də yəni gəzintilərimiz olur bizim. Günlərinin daha çox faizini fransız uşaqlarla keçirdirlər. Həftədə 1 saat, 2 saat burada gəlirlər, yəni bir dəfə 2 saat. Normalda yəni fransız uşaqlarla çox əlaqədə olurlar, amma Azərbaycan uşaqlarının da olmaqları çox yaxşıdır. Yəni öz uşaqlarımızla ünsiyyətdə olmaqları çox gözəldir ki, çünki dilləri danışırlar, dillərimizi yəni inkişaf elətdirirlər. Bura gəldikləri halda unutmurlar. Zəhra, sənin neçə yaşın var? Mənim 14 yaşım var. Neçə ildir gəlirsən Qarabağ məktəbinə? Çoxdandır yadıma düşmür şey. Nə vaxtdan gəldim? Çoxdan. Məktəb açılandan yəqin ki, gəlirsən. Hə. Səni heç 6 yaşından gəlir, gəlmişdim. hə, müəlliməsi deyir ki, 6 yaşından gəlir. Səni heç maraqlandırıb bu məktəbin adını niyə Qarabağ qoyublar? Hə. Çünki bura Qarabağ bizim doğma vətənimizdir, onun üçün. Sənə dərsdə məlumat verirdilər ki, Qarabağ işğal olunmuşdu, sonra azad olundu. Bunlar haqqında məlumatın var? Hə, tarixdən keçirik burada, hə. Tarixdən öyrənmisiniz ki, Hə. Qarabağ işğal olunmuşdu, sonra azad olundu, qayıtdı Azərbaycana. Bəs Qarabağdakı yaşıdların, onların başına gələn hadisələr, müharibədə çəkdikləri əziyyətlər, bax bu məsələlər haqqında nəsə oxumusan? Bəli, burada çox Qarabağdan çox danışırıq. Qarabağdan da başqa şeylərdən, başqa şəhərlərdən də danışırıq. Qarabağın başqa şəhərlərini, yəqin işğal olunmuş, azad olunmuş torpaqlarımızdan danışırıq. Başqa şəhərlərin hansı yadına düşür sənin? Gəncə. Gəncə o bizim işğal olunmuş ərazimiz deyildi, amma Gəncədə də terror törətmişdilər. Yəqin oradan danışıblar, yadında qalıb. Amma başqa hansısa şəhər yadına düşür? Ermənilərin işğal elədiyi, sonra azad elədiyimiz şəhərlər. Şuşa. Maraqlanırlar ki, belə gözəl qız sən haralısan? Bəli, dostlarıma, sinif yoldaşlarıma Azərbaycan haqqında məlumat verirəm. Məsələn, rəqslərlə danışıram. Sarı gəlindən danışıram. Dansını öyrədirəm onlara. Çox gözəl. Bəs hansı mahnılarımızı məktəbdə öyrənirsiniz? Himnini öyrənirik. Sarı gəlinin dansın. Bir də Naz eləmə. Naz eləmə. Bizim ən gözəl rəqslərimizi öyrənirsiniz. Bəs milli geyimin var? Var. Geyinib oynayırsan? Hə, geyinib oynayıram. Nə xoşuna gəlir o milli geyimdə? Çox qəşəng desenləri var. Naxışları gözəldir. Naxışları gözəldir.
oxşayan çölü var, dənizi var, meşrəsi var, gölü var. Bu vətəndə biz alarıq bəxtiyar. Çünki vətən müqəddəsdir, əzizdir. Bir gün sənə desələr ki, sən indi get Azərbaycanda yaşa, nə fikirləşərsən? Turist kimi gedərəm. Gəlim Reyhanın yanına. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, ana çoxma, vətənimsən, ayyanı könücanın, Azərbaycan, Azərbaycan. Vətən yolunda qurbandır oğul, oğul vətənə qurban doğulur. Bax gör necə qərbə doğulmuşuq biz, bir vətənimiz, bir ürəyimiz, ürəkdə qüdrətə, hikmətə bax bir. Vətən havası ilə döyünür ancaq. Azərbaycan torpağı, dalğalansın bayrağımız, alovlansın tonqalımız, doğma Azərbaycanımız, ona qurban canımız.